Salam aleykum, hər vaxtınız xeyir olsun. Hörmətli izləyicilər, bugünkü dərsimizdə əmək məcəlləsində istifadə edilən əsas anlayışlar haqqında danışacağam. Bir də biz əmək qanunvericiliyi sistemi deyildikdə nə başa düşülür? Əmək məcəlləsinin, əmək qanunvericiliyinin əsas prinsipləri nələrdir? Bu haqda danışacağıq inşallah. İlk öncə əmək məcəlləsinin 1-ci maddəsində qeyd olunur. Əmək qanunvericiliyi sisteminin açıqlaması bizə verilir ki, yəni əmək qanunvericiliyi deyildikdə nə başa düşülür? Yəni işçilərin hüquqları hansı normativ hüquqi aktlarla tənzimlənir? Bura daxildir. Əmək məcəlləsi, yəni əmək məcəlləsi özü əmək qanunvericiliyi sisteminə daxildir. Əmək məcəlləsi Azərbaycan Respublikasının müvafiq qanunları bura aiddir. Məsəl üçün, misal çəkirəm ki, belə daha başa düşülən olsun. Sosial sığorta haqqında qanun, işsizlik haqqında qanun, məşğulluq haqqında qanun və s. kimi, yəni qanunvericiliklər əmək qanunvericiliyi sisteminə daxildir. Sonra müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlar. Yəni müvafiq icra hakimiyyəti həmin əmək məsələləri üzrə hansı qurumların səlahiyyəti çatırsa, yəni məsəl üçün hər il istehsalat təqvimi bilirsiniz ki, təsdiq olunur. 2025-ci ilin istehsalat təqvimi 2024-cü ilin dekabrında, hər ilin sonunda digər ilin istehsalat təqvimi ortaya çıxır və yaxud da Nazirlər Kabinetinin qərarları olur ki, məsələn iş və istirahət yerlərinin dəyişməsi haqqında qərarlar. Bunlar da hamısı əmək qanunvericiliyi sisteminə daxildir. Və 4-cü əmək sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr, yəni beynəlxalq konvensiyalar, əmək məsələləri üzrə. Azərbaycan yəni bu məsələlərdə tərəfdar çıxdığı, məsələn, ödənişli məzuniyyətlərlə bağlı konvensiyada Azərbaycan tərəf çıxıbdır və onunla bağlı hər hansı bir ziddiyyət olarsa, artıq beynəlxalq konvensiyanı Azərbaycan qanunvericiliyindən üstün tutacağıq, tətbiq edəcəyik. Dostlar, deməli, ikinci məsələ əmək məcəlləsinin, əmək qanunvericiliyinin vəzifə və prinsipləri nələrdir? Biz bilməliyik, əgər əmək qanunvericiliyini öyrəniriksə, biz ilk öncə bilməliyik ki, əmək məcəlləsində prinsip, məqsəd nədir? Əmək məcəlləsi işçi və işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları arasında, məsələn, işçi ilə dövlət hakimiyyət orqanı və yaxud da işəgötürənlə dövlət hakimiyyət orqanı hüquqi şəxslərin bir-biri arasında olan hüquq münasibətlərini tənzimləyir. Əmək məcəlləsi işçi və işəgötürən hüquq bərabərliyinin təmin olunması, mənafelərin haqq ədalətlə, qanunun aliliyi təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatları ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin olunması üçün əmək məcəlləsi tətbiq olunur. Əmək məcəlləsi əmək münasibətlərində mülki hüquqi müqavilələrin rəsmiləşməsinin yol verilməzliyini də önə sürür. Yəni, əmək münasibəti yaratmaq lazım olan müqavilələrdə artıq belə deyim sizə, əgər ki, xidmətli müqavilə bağlanırsa, kvadrat müqavilələr bağlanırsa, bu müqavilələr etibarsız olması və işçilərin hüquqlarının əmək məcəlləsinin tənzimlənməsini təmin eləyir və əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Yəni, əmək müqavilələri əmək məcəlləsinə əsaslanaraq tərtib olunmalıdır. Dostlar, indi əsas mövzumuza qayıdaq. Əmək məcəlləsində istifadə olunan əsas anlayışlardan danışacağam. İlk öncə biz bilməliyik, əmək münasibəti yaranması üçün bir tərəf işçidir, bir tərəf işə götürən. İşçi kimdir? İşçi işə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Yəni, işçi fiziki şəxsdir. Və əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlayaraq, fərdi qaydada əmək müqaviləsi bağlayaraq haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşə götürən isə, yəni tərəflərdən biri də işə götürəndir, tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi bağlamaq. Deməli, tam fəaliyyət qabiliyyətli olmalıdır, mülki məcəlləyə tənzimlənir. Tam fəaliyyət qabiliyyəti nə deməkdirsə, işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi, yəni təsisçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqan. Habelə fiziki şəxs, yəni fərdi sahibkarda işə götürən ola bilər.
Bu məsəl üçün mağazalardır, obyektlərdir, sadəcə olaraq vönlə işləyən qurumlardan söhbət gedir. Yəni hüquqi şəxs yaradılmadan. Onlar da fərdi sahibkarlar da işə götürən sayılır. Yəni tam fəaliyyət qabiliyyətli deyilsə, bəzən suallar verilir ki, əlil işçilər, məsələn, birinci qrup, ikinci qrup, üçüncü qrup əlillər artıq işə götürən ola bilməzmi? Çünki tam fəaliyyət qabiliyyətli. Orada məqsəd, yəni insanın səhhəti ilə bağlı olan əlillik qrupundan aslı deyil. Yəni işə götürən olmaq üçün əlillik hər hansısa bir əngəl deyil. Dostlar, daha sonra baxaq əsas anlayışlarına. Müəssisə haradır? Müəssisə mülkiyyətçinin, yəni təsisçinin təşkilat hüququ formasından, yəni MMC, 3MC, qapalı səhmdar cəmiyyət, açıq səhmdar cəmiyyət və s. adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs və ya həmin hüquqi şəxsin filialı nümayəndəliyi. Bu xarici hüquqi şəxsin də filial və nümayəndəliyi ola bilər. Daha sonra əmək münasibətləri nədir? Əmək münasibətləri əmək qanunvericiliyində kollektiv müqavilə sazişləri nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işə götürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerlərində işçi tərəfindən onun işə qəbul edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyalarının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işə götürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyin mühafizəsinin təmin edilməsinə və əmək məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir. Dostlar, əmək müqaviləsi daha sonra baxaq nədir? Əmək müqaviləsi işə götürən və işçi arasında fərdi qaydada əmək məcəlləsi ilə müəyyən olunmuş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Yəni bu bildiyiniz kimi hal-hazırda elektron formadadır. Sadəcə olaraq əmək məcəlləsinin 7.2.1-ci maddəsində sadalanan vəzifələr istisna digər vəzifələr hamısı elektron qaydada bağlanılır. Kollektiv müqavilə, kollektiv saziş bunlar haqqında dərsim olacaq deyən bunlar haqqında ətraflı danışmıram. İş yeri haradır? İşçinin haqqı ödənilməklə vəzifəsi üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri yerinə yetirdiyi yer iş yeridir. Daha sonra 3-cü maddənin 8.1-ci bəndə qeyd olunur. Ştat vahidi nədir? Ştat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mərkəzləşmiş elektron informasiya sistemində yaradılan və yaxud bu məcəllənin 7.2.1-ci hissəsində müəyyən olunmuş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə adının və vəzifə maaşının əks olunduğu vahiddir, ştat vahidi. Artıq bu maddə yəni yeni bir maddədir, salıblar bura. Əvvəl bilirsiniz ancaq kağız formatda idi ştat cədvəli. Əmək funksiyası nədir? Əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin toplusudur. Daha sonra əmək mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək, yəni o standartların sistemidir. Daha sonra əmək şəraiti isə işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları əmək məcəlləsində nəzərdə tutulan, habelə əmək müqaviləsində, kollektiv müqavilə varsa, kollektiv müqavilədə sazişdə tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məzmunsudur. Dostlar, daha sonra indi kollektiv müqavilə, kollektiv tələb, bu şeylər haqqında danışacağım inşallah. Yəni əmək məcəlləsində anlayışlar çoxdur. Sadəcə əsas anlayışlara toxunmaq istədim. Ümid edirəm faydalı oldu. Növbəti dərsdə görüşmək diləyilə. Sağ olun.